Dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü video dərsimizdə müxtəsər vurma düsturları, müxtəsər vurma düsturlarının köməyi ilə çoxədlərin vuruqları ayırması üsullarını öyrənəcəyik. İlk bizə lazım olan A plus B'nin mürtəzə kvadratı. Bizə nə deyirik bunun adına? Cəmin kvadratı düsturu. A'nın kvadratı 2AB plus B kvadratı. Adı isə gedir cəmin kvadratı. Aha. Getdik. A minus B'nin mürtəzə kvadratı. Açırıq. A kvadratı minus 2AB plus B'nin kvadratı. Buna isə deyirik fərqin kvadratı. Getdik növbəti hissəsinə. Və gəlin bu ifadənin də açılışını öyrənək. A plus B plus C'nin mürtəzə kvadratı isə bizə verirsə A'nın kvadratı üstəgəl B kvadratı üstəgəl C kvadratı 2AB 2AC plus 2BC. Deməli, gəlin ifadələrlə tətbiqinə baxaq. X plus 3-ün mürtəzə kvadratı bizdən soruşularsa x kvadratı plus 6x plus 9. Yəni, uşaqlar, belə deyim, baxın, bizdə birinci və ikinci ifadələriniz var və bunun ifadənin kvadratına söhbət gedir. Birinci ifadəni kvadrata yüksəldirsiniz. Sonra birincini ikinciyə vurub ikiyə vurursunuz. Üzərinə gəlirsiniz ikincinin kvadratı. Məsələn, mənə yazıb uşaqlar. İndi, buradan da həmçinin A minus B'nin mürtəzə kvadratının düsturunu yazmaq istəyirəm. A kvadratı minus A yox yazmışıq. İndi gəlin, məsələn, bunun tətbiqinə baxaq. 1 minus Y-in mürtəzə kvadratı. Baxın, uşaqlar. 1'in kvadratı minus 2 vurulsun 1 vurulsun y plus y'in kvadratı. 1 çıxılsın 2y plus y kvadratı. Getdik uşaqlar davamına. Məsələn, bizə verilib A plus 2 bölünsün A'nın mürtəzə kvadratı. Bu isə bizə verir A'nın kvadratı 2 vur A vur 2 bölünsün A. Üstə gəl. Uşaqlar, 2 böl A'nın kvadratı bizə nə verir? A kvadratında 4. Fikir versəz, bizdə burada getdi A'lar ixtisar. A kvadratı plus 4 plus 4 böl A'nın kvadratı. Gəlin baxaq. Deməli, x minus 4'ün mürtəzə kvadratı uşaqlar bizə verəcək. X'in kvadratı minus 2 vur x vur 4 plus 4'ün kvadratı. X'in kvadratı minus 8x plus 16. Məsələn, uşaqlar, 2x minus 3'ün mürtəzə kvadratı. Nə verəcək mənə? 4x'in kvadratı minus 12x plus 9. Yəni, orta hissəsi belə oldu uşaqlar bizə. 2 vur, 2x vur, 3. Yəni, o da bizdə 12x elədiyi üçün. Gəlin belə birinə baxaq. Deməli, bizə verib A böl B üstə gələk B böl A'nın mürtəzə kvadratı. Bu isə bizə nə verəcək uşaqlar? A kvadratı, B kvadratı. Üstə gələk 2 vurulsun A böl B vur B bölünsün A. Üstə gələk B kvadratı bölünsün A'nın kvadratı. Bu isə bizə uşaqlar A'lar və B'lər ixtisarı gedir. Bərabərdir. Deməli, ifadəmiz belə olacaq. A kvadratı bölünsün B kvadratı plus 2 plus B kvadrat bölünsün A'nın kvadratı. İndi isə keçək davamına. Gəlin baxaq. Kublar cəmi düsturuna gəlin baxaq uşaqlar. Bilirəm ki, kublar cəmi düsturu bir çox tələbəmizin, həmçinin 9-un istəyir, 7-ci sinif şagirdlərimizin, istəyir 11-ci sinif ən sevməlidir. Deməli, bizdə nədir? A kubu 3A kvadratı B 3AB'nin mürtəzə kvadratı B'nin kubu. Bu ifadəmiz necə getdi bizə? Cəmin kubu. Və həmçinin A minus B'nin mürtəzə kubu. Bu bizə verəcək A kubu minus uşaqlar 3A kvadratı B 3AB'nin kvadratı minus B'nin kubu. Bu isə bizə verir fərqin kubu. Gəlin yenə də bunun misal tətbiqində qaydasına baxaq. Baxın dostlar, bizə verib A plus 1'in mürtəzə kubu. Demək nə olacaq? A'nın kubu üstə gələk 3 vuraq. A'nın kvadratı vur 1. Üstə gələk
3 vuraq a, bu dəfə 1-in kvadratı. Üstə gələk 1-in kubu bərabərdir. A kubu 3a kvadratı 3a plus 1. Aha. Bizə verib a plus 3-ün mörtəzə kubu. A-nın kubu plus 3 vur a kvadratı vur 3. Üstə gələk. 3 vur a vur 3-ün kvadratı. Üstə gələk uşaqlar 3-ün kubu. Mənə verir a-nın kubu 9a kvadratı. Üstə gələk 27a plus 27. Aha, gəlin indi biraz çətinləşdirək. 3x plus 2y-in mörtəzə kubu. Deməli uşaqlar, 3x-in kubu plus 3 vuraq 3x-in kvadratı vuraq 2y. Üstə gələk 3 vuraq uşaqlar. 3x bu dəfə 2y-in kvadratı və 2y-in kubu bərabərdir. 27x-in kubu. Deməli dostlar, gəlin bir dənə burada bir hesablama da aparaq. Baxın, məsələn, bu ifadəm mənə nə verir? 9x-in kvadratı və bu ifadəm nə verir? 4y kvadratı. Onda, baxın, mən bunu cəm hesablasam, məndə olacaq 54x kvadratı y və həmçinin bunu cəm hesablasam 36x y-in kvadratı. Deməli, oldu bizdə 54x kvadratı y, 36x y-in kvadratı, üstə gələk 8y kubu. Aydın oldu. Keçək fərqi ilə olana baxaq. Deməli uşaqlar, mənə verilsə 2x minus 1-in mörtəzə kubu. Deməli, nə olacaq? 2x-in kubu minus 3 vuraq. 2x-in kvadratı vurulsun 1. Üstə gələk 3 vurulsun 2x vurulsun 1-in kvadratı minus 1-in kubu. Bərabərdir. 8x kubu minus 12x kvadratı plus 6x minus 1. Aha. Getdik. Davamına baxaq indi uşaqlar. Gəlin. İndi isə gəlin kvadratlar fərqi düsturumuza baxaq uşaqlar. Deməli, bizdə a kvadratı minus b-nin kvadratı açılır. A minus b, a plus b. Uşaqlar, fərqi yoxdur. Burada birinci a plus b-nin və yaxud da a minus b-nin gəlməyi a kvadratı çıxılsın b kvadratı. Yəni, biz buna deyəcəyik kvadratlar fərqi. Deməli, gələk indi kublar cəmi düsturuna baxaq. A kubu plus b-nin kubu. Bu isə bizə verir a plus b, a-nın kvadratı minus ab plus b kvadratı. Və yaxud da a kubu minus uşaqlar b-nin kubu. Mənə verəcək a minus b, a kvadratı plus ab plus b kvadratı. Və uşaqlar, imtahanda ən çox, məsələn, a üstü 4 çıxılsın, b üstü 4. Bunu biz a kvadrat çıxılsın, b-nin kvadratı və a kvadrat plus b-nin kvadratı kimi yaza bilirik. İndi isə bu hissəyə fikir verin uşaqlar. Mən bunu da yenidən a çıx b, a plus b kimi yaza bilirəm. Oldu a kvadratı, üstə gəl b kvadratı. Aha, yazdıq. İndi isə gedək davamına baxaq. Deməli, demək, gəlin belə bir ifadəyə baxaq uşaqlar. Belə deyim də, çox həllinin çox həlliyə vurulması. Deməli, məsəl üçün, mənə verib uşaqlar tutalım. X minus 2 vuraq x plus 3. Mən buradakı x-i həm 3-ə, deməli, olacaq x vur x, üstə gələk. X vur 3 plus. 2-ni həm x-ə, mənfi 2-ni, yəni söhbət gedir və 3-ə. Aha, mənfi 2 vuraq x uşaqlar, üstə gələk, mənfi 2 vuraq 3 bərabərdir. X-in kvadratı 3x minus 2x minus 6 bərabərdir. X-in kvadratı plus x minus 6. Və yaxud məsələn uşaqlar 2x minus 5 tutalım verib 3x minus 1. Baxın,
Yenə mən 2x-i ikinci mörtəzənin hər bir həddinə -5-i də həmçinin. Deməli, 2x vur 3x minus 2x vur 1 plus -5 vur 3x plus -5 vurulsun uşaqlar, -1. Nə oldu bizdə? 6x-in kvadratı minus 2x minus 15x plus 5. Bu isə bizə verir 6x-in kvadratı minus 17x plus 5. Aha. Deməli, uşaqlar, davamına gedək. İndi isə gəlin vuruqlara ayrılma hissəsinin sadə versiyasından çətin versiyasına doğru gedək. Məsələn, baxın, bizə verilib uşaqlar. Tutalım. AB plus AC. Burada hər birindəki mənim ortaq vuruğum nədir? A. Çıxartdım mörtəzənin içində nə oldu? B plus C. Məsələn, uşaqlar, 3x-in kubu 2x kvadratı y plus x-in kvadratı. Baxaq, hər birində olan həddim x kvadratıdır, çıxartdım. 3x üstə gələk, 2y üstə gələk, 1. Aha, indi məsələn, baxıram uşaqlar, ifadə verib. 3x minus 1-in kvadratı, məsələn, 3x minus 1, x plus 2. Mənim hər bir vuruğumda ortaq vuruğum nədir uşaqlar? 3x minus 1. Mən 3x minus 1 ortaq vuruq kimi çıxardandan sonra birincidə qalacaq 3x minus 1, ikinci ifadəmdə qalacaq x plus 2. Deməli, 3x minus 1 bıraq 4x minus 1 plus 2 bərabərdir. 3x minus 1 və 4x plus 1. Aha. Sonra gəlin belə bir ifadəmizə baxaq. Uşaqlar, deməli, sizə verib 2a minus 1, b plus 3 minus 1 çıxılsın 2a, 2b plus 1. Uşaqlar, fikir verin, mənim bu ifadəmdən 2a minus 1-imdən 1 minus 2a bir-birinə oxşayır. Amma sadəcə buradakı incəliyim, deməli, 2a minus 1 o zaman deməli, bizə verilən bu ifadəyə bərabər olar ki, mən bu ifadənin qarşısına mənfi atım. Yəni, olacaq onda 2a minus 1. Deməli, mən bu verilən ifadəmdə nə edəcəm uşaqlar? Yazacağım. Bu olacaq 2a minus 1, b plus 3. Mən bu ifadənin qarşısına, deməli, nə yazmalıyam dedim? Mənfi. Mənim bu ifadəmdə qarşısında bir mənfi olduğu üçün burada olacaq plus 2a minus 1, 2b plus 1. Hər iki ifadəmdə ortaq vuruğum artıq mənim yarandı. Burada qaldı b plus 3, burada qaldı 2b plus 1 bərabərdir. Deməli oldu. 2a minus 1, 3b plus 4. Aha, vəssalam. Sonra gəlim yenə sadədən mürəkkəbə doğru ifadələrin vuruqlara ayrılmasına aid müxtəlif nümunələrə yenə baxaq. Baxın dostlar, bizə verib 3a çıxılsın 12. Hər birində ortaq vuruğum nədir? 3. Nə yaranacaq? A minus 4. Baxaq, a kvadratı uşaqlar üstə gələk 2a. A-nı ortaq vuruq kimi çıxartdım. Nə yarandı? A plus 2. Məsələn, 8a kvadratı minus 2a. Hər birində ortaq vuruğum 2a-dır. Burada nə qalacaq? 4a minus 1. Vəssalam. Məsələn, 9b-nin kubu. 3b kvadratı. Baxırıq, 9-dan 3-ün ortaq böləni 3-dür. B kubu b kvadratı, kiçik b kvadratı olduğu üçün çıxartdım. Deməli, baxın, 9b kubunu 3b kvadratına böləndə yerində nə qalır uşaqlar? 3b. 3b kvadratını 3b kvadratına böləndə, ixtisar gedəndə yerində 1 qalır. Deməli, olacaq 3b plus 1. Aha, məsələn, indi biraz qəlizləşdirək. 25m-in 18m kvadratı n. Baxıram, 25 ilə 18-in heç bir ortaq vuruğu yoxdur. Ancaq m-nin var. Deməli, olacaq 25 üstə gələk 18m. Aha, və beləsinə baxaq. A-nın kvadratı bs minus ab kvadratı c. Üstə gələk uşaqlar a, b, c-nin kvadratı.
bərabərdir. Fikir versəz uşaqlar, hər birində A və BC-nin müxtəlif dərəcələri var, amma hər bir toplananında ABC mütləq var. ABC-ni çıxartdım. Birincidə A qalacaq, minus. İkincidə B vurğu qalacaq, üstə gələk. Üçüncüdə C. Getdik. Aha, davamına baxaq. Baxın uşaqlar, indi belə bir ifadəyə baxaq. Deməli, bizə verib A plus B x üstə gələk. A plus B y. Burada işim asandır. Hər bir ifadəmdə görünür A plus B ortaq vuruqdur. Yerdə qaldı x plus y. Həmçinin baxaq. Yenə baxın. 3A minus 1 B plus 2 minus 1 minus 3A B plus 3. Uşaqlar, bayaq dediyim kimi fikir verin, bax bu vuruğuma. Deməli, mən bu vuruğumu həll eləyə bilmək üçün nə edəcəm uşaqlar yenə? Deməli, bu ifadənin qarşısına bir dənə də mənfi çıxardacağım. Onda belə olacaq ifadə. 3A minus 1 B plus 2. Burada bir mənfi burada, bir mənfi burada olduğu üçün plus. Artıq da bu ifadəm nə olacaq? 3A minus 1 B plus 3 bərabərdir. 3A minus 1 B plus 2 B plus 3 bərabərdir. 3A minus 1 2B plus 5. Getdik. Gəlin bir dənə də bu tipdən də baxaq uşaqlar. A vurulsun x plus y mənfi x mənfi y. Fikir verin. Mənim sağ tərəfim düzlənməyə ehtiyac var. Mənfini verdim qabağa, yazdım x plus y. İndi hər ikisində x plus y ortaq vuruğum yarandı. Burada nə qalacaq? A minus 1. Aha. Belə birinə baxaq yenidən. Deməli, baxın uşaqlar. 2x plus 1-in kvadratı üstə gələk. 3x plus 2 vurulsun 2x plus 1. Deməli, mən buradan 2x plus 1 ortaq vuruq kimi çıxartdım. Birincidə 2x plus 1-in 1-i qalacaq. Digərində isə 3x plus 2. Deməli, 2x plus 1 vuraq 5x plus 3. Aha. Gəlin indi biraz da yenə proseslərimizə baxaq. Deməli, baxın, bizə verib A minus B-nin kvadratı vurulsun C minus A üstə gələk. A minus C-nin kvadratı vurulsun A minus B. Uşaqlar, mən buradan deyir, sizə bir unutma hissəsi düzəltmək istəyirəm. Yəni, bu hissəni xüsusi vurğulamaq istəyirəm. Deməli, başlığına yazıram unutma və qeyd kimi sizlərə göstərmək istəyirəm. Deməli, uşaqlar, yadınızda qalsın ümumiyyətcə. A minus B-nin kvadratı düsturu ilə B minus A-nın kvadratı düsturu eynidir. Yəni, A kvadratı minus 2AB plus B-nin kvadratı. Həmçinin uşaqlar, A plus B-nin kvadratı düsturu ilə mənfi A çıx B kvadratı düsturu da eynidir. A kvadratı plus 2AB plus B kvadratı. Yəni, bu zamanda çaşmırıq. Həmçinin uşaqlar, A minus B-nin kvadratı ilə mənfi A plus B-nin kvadratı isə yenə A kvadratı minus 2AB plus B kvadratı. Yəni, bu mənim mövzumdan necə deyərlər, alınan çıxdaşlarımdır. İndi, mənim də bu misalımda eyni vəziyyət var. Baxın, burada C minus A ilə A minus C var. İndi gəlin, nə edəyək? Baxın, mən A minus B-nin kvadratı vur. C minus A-yı əldə edə bilmirəm. Amma bayaq dediyim kimi C minus A kvadratı düsturunun A minus C kvadratı düsturu eyni olduğu üçün mən buraya yazacağım C minus A kvadratı və A minus B. Hər bir ifadəmdə ortaq vuruq yarandı. A minus B ilə C minus A bu ifadələr üçün ortaq vuruqdur. Birincidə nə qalacaq? A minus B, ikincidə qalacaq C minus A bərabərdir. A minus B vurulsun C minus A. A'dan A-nı çıxdıq. Qaldı mənfi B plus C. Səliqəli olsun deyə də A minus B, C minus A. Burada da C minus B şəklində yazırıq. Aha, məncə yəqin ki, hamıya aydın oldu. Və bir dənə də unutma sizə göstərmək istəyirəm uşaqlar. Yenə eyni qaydada. Deməli, unutma.
Aha. Getdik unutmamızın yeni tərkibinə. Nədir unutmamızın tərkibi? Bayaq dediyim kimi, əgər bizdə A minus B-nin üstündə kub olarsa, bu amma mənfi B minus A kubu düsturuna bərabərdir. Yəni, tək dərəcə olanda isə vəziyyətimiz biraz dəyişir. Yəni, vuruqları ayırmadan yenə müxtəlif tipliyə baxaq. Baxın, 7AX, AY minus və 7BX minus BY. Neyəcəm uşaqlar? Mən bu ikisini 1 və bu ikisini bir ortaq vuruq çıxardacağım. Baxıram, burada mənim ortaq vuruğum A-dır. Çıxartdım. Nə qaldı? 7x plus y. Mənim burada hər birində ortaq vuruğum mənfi B-dir. Mənfi B-ni çıxartdım deyə mürtəzənin içərisində işarələrim pluslaşacaq. Bərabərdir. İndi fikir verin. Hər birində 7x plus y ortaq vuruğu yarandı. Nə elədi? A minus B. İndi davamına baxaq. Məsələn, uşaqlar, x-in kvadratı yz minus xy minus xz. Uşaqlar, sizin burada fikir versəniz, ortaq vuruq yaranan hallarınız bir-birindən aralıda yerləşir. Məsələn, baxın, bu ikisində bir ortaq vuruğum var və bu ikisində bir ortaq vuruğum var. Deməli, x-in kvadratı minus xy plus yz minus x-in z-i. Deməli, nə olacaq uşaqlar? X vuraq, x minus y plus z vuraq, y minus x bərabərdir. Bayaq dediyimiz kimi, bu ifadədə mənfi qabağa verərəm ki, bu da nə olsun? X minus y. Onda, deməli, belə olacaq. X vuraq, x minus y mənfi müsbət. Nə olacaq? Mənfi z vuraq, x minus y. İndi, hər bir ifadəmdə ortaq vuruq oldu. X minus y vuraq, x minus z. Baxaq, x-in kubu, x-in kvadratı, x plus 1. Deməli, mən burada bu ikisinə 1 baxaram, bu ikisinə də 1 baxaram. Aha, x kubu ilə x kvadratında x-in kvadratıdır. X plus 1 qaldı. Burada isə yenidən x plus 1-dir. Mən x plus 1 ortaq vuruğumu çıxardaram, x kvadratı plus 1 qalar. Yenidən baxaq davamına aid. Baxaq dostlar. Deməli, x, y-in kvadratı plus x minus 1 minus y kvadratı. Fikir verin uşaqlar, yenidən ortaq vuruq yaranan halların bir-birindən müxtəlif istiqamətlərdə yerləşib. Olsun, x, y kvadratı minus y kvadratı üstə gələk x minus 1. Mən buradan y kvadratını çıxartdım. X minus 1. Üstə gələk. X minus 1. X minus 1-mi ortaq vuruq kimi çıxartdım. Nə qaldı məndə? Y kvadratı plus 1. Sonra gəlin biraz da bir qəliz versiyaya baxaq. Aha, baxın uşaqlar. Verib ax minus by plus bx plus cx minus cy minus ax bərabərdir. Fikir verin uşaqlar. Mən də ya dəyişənlərin yanında belə deyim x var. Baxın, x olanları gəlin işarəliyim. Və ya dəyişənlərin yanında y var. Deməli, mən birinci səhv yazmadım. Birincini səhv yazmışam uşaqlar. Bir saniyə düzəliş eləyim. Aha, burada AY yazmalıydım uşaqlar. Aha, deməli, bu AY-lər dəstəsindən oldu. Aha, və bunlar da bizdə oldu AX-lər. Baxaq indi uşaqlar. Y olanların hər birindən Y ortaq vuruğunu çıxartdım. Nə qalacaq? A minus B minus C. Üstə gələk. X olanlardan X-i çıxartsaq, burada olacaq B, burada olacaq plus C, burada olacaq minus A. Aha, baxıram ki, oxşamaq istəyirlər bir-birinə, amma oxşaya bilmirlər. Deməli, burada Y A minus B minus C-yə toxunmuram. Ancaq burada bayaq dediyimiz kimi mənfi verirəm qarşıya. Mənfi verəndə burada mənfi idi, müsbət, işarəm minus olacaq. X, onda burada hər bir A minus B minus C. İndi isə baxsanız, uşaqlar, görəcəksiniz ki, hər birində A minus B minus C ortaq vuruğu yaranıb. Y minus X-ə.
Vəssalam. Sadələrdən yenə gedək. X, Y minus 3Y üstə gələk. 5x minus 15 bərabərdir. Bu ikisində ortaq vuruğumuz Y-dir. X minus 3 üstə gələk. 5 vuraq x minus 3 bərabərdir. Hər birində x minus 3 ortaq vuruğum yarandı. Y plus 5. Və belə baxaq. X kubu x minus x kvadratı y minus y. Həm bayaq dediyimiz hallardan bir-birindən uzaq məsafələrdə yerləşən ortaq vuruq halım var. Yəni x kubu x-in kvadratı y üstə gələk x minus y. Bu ikisində ortaq vuruğum x-in kvadratıdır. Oldu x minus y. Üstə gələk x minus y. Hər birində x minus y ortaq vuruğum var. Qaldı x kvadratı plus 1. Aha. İndi isə gəlin bir azca çətin tipə baxaq. Bu tipdə uşaqlar, siz ifadənin birbaşa üzərinə baxanda ortaq vuruğu görmürsünüz. Amma misalın şərtində sizə deyir ki, x vurulsun, y kvadratı plus 3 ifadəsini vuruqlara ayırın. Və görürsünüz ki, verdiyi formada heç bir ortaq vuruq yoxdur. Bu tip sual toplumumuzda da səhv eləmirəmsə 1 və ya 2 dənə olmalıdır. Bu zaman nə edirsiniz? Siz ifadəni yenidən vurub açırsınız. Y vur x kvadratı, y vur 3, minus x vur y kvadratı, minus x vur 3. Artıq məncə hər kəsə müəyyən bir qədər hissə agah oldu. Baxın, biz bu ikisinə bir baxmalıymışıq. Bu ikisinə bir. Yəni belə. Y x-in kvadratı minus x y-in kvadratı, y vurulsun 3 minus x vurulsun 3 bərabərdir. Mən burada x, y ortaq vuruq kimi çıxartdım. Qaldı x minus y. Burada 3'ü çıxartdım. Y minus x bərabərdir. Bayaq dediyim cümlələrdən burada aiddir. X minus y-ə oxşasın deyə mənfi yazaram qarşıya. Onda burada mənfi, burada müsbət olduğu üçün x, y vur x minus y minus 3 vuraq x minus y. X minus y ortaq vuruq kimi çıxartdım. İkinci vurum x, y minus 3. Aha. Getdi davamına uşaqlar. Yenidən bəlkə bir tipinə də baxaq ki, necə deyərlər, hər kəsə aydın olsun. Aha. Deməli, gəlin baxaq. Aha. Deməli, yenə baxıram, baxın. B vuraq, y kvadratı plus 1 minus y vurulsun b kvadratı plus 1. Baxanda heç bir ortaq vuruq yaranmır. B y kvadratı yenə minus b, y b kvadratı minus y. Mən indi bu ikisini bir vuruqlara ayıracağım, bu ikisini bir. Deməli, mən buradan b y çıxartdım. Y minus b, burada isə elə b minus y. Yenidən həmişə dediyimiz bayaqdan izahlarımızda qeydə mənfini qarşıya ataram. B y, y minus b minus y çıx b. Və salam, mənim y minus b adlı ortaq vuruğum yarandı. Oldu b y minus 1. Aha, getdik uşaqlar. Sonra gəlin bu tip misallara da baxaq bu videoda. Deyir ki, uşaqlar, m plus n 5'dir, m çıx k 4'dür və sizdən m-in kvadratı mk üstə gəl mn çıx nk çıx 3 ifadəsinin qiymətini soruşur. Baxın, mən baxıram ki, mən bu iki ifadədən m-i çıxartmalıyam. Bu iki ifadəni də bir cütləşdirməliyəm ki, ortaq vuruq yarada biləm. M kvadratı mn minus mk çıx nk minus 3. Baxın, m ortaq vuruq kimi çıxartdım, qaldı m plus n. Mənfi k-nı çıxartdım, m plus n minus 3. Artıq mənim ortaq vuruğumun biri yarandı. M plus n, m minus k minus 3. İfadələrin qiymətləri var. 5 vur 4 minus 3 bərabərdir 17. Aha. Aha. İndi isə uşaqlar, gəlin vuruqları ayırmada ikinci bir tiplərə də baxaq. Aha. Deməli, biz necə ki uşaqlar, belə deyim,
A minus A plus B'nin kvadratını görəndə biz A kvadratı plus 2AB plus B kvadratı kimi açırıqsa, həmçinin mən A kvadratı üstə gələk 2AB üstə gələk B kvadratını gördükdə, mən bunu A plus B kvadratı kimi geri yığmağı bacarmalıyam. Həmçinin A minus B'nin kvadratı ifadəsini uşaqlar A kvadrat çıxılsın 2AB plus B kvadratı gördüyüm kimi, mən solda A kvadratı çıxılsın 2AB plus B kvadrat ifadəsi veriləndə, mən onun A minus B'nin kvadratı olduğunu nəzərə almalıyam. İndi, baxın, 9x kvadratı 6xy plus y'nin kvadratı. Fikir verin, bu bizdə 3x'in kvadratıdır, bu bizdə y'nin kvadratıdır. Orta hissəyə də baxsanız, bu ifadələrin hasilinin 2 mislidir. Deməli, oldu 3x minus y'nin mürtəzə kvadratı. Baxaq, x'in kvadratı 10xy plus 25. Y kvadratı. Baxın uşaqlar, bu bizdə 5y'indir, bu da bizdə x'in kvadratıdır. Onda olacaq x minus 5y'in mürtəzə kvadratı. Baxaq, davamına. Deməli, baxın, 4a kvadratı minus 12ab plus 9b'nin kvadratı bərabərdir. Bu bizdə uşaqlar nəyin kvadratıdır? 2a'nın kvadratı. Bu isə bizdə 3b'nin kvadratıdır. Bu isə bizə verəcək 2a minus 3b'nin mürtəzə kvadratı. Gəlin bir damcı qorxulu kəsir tipinə də baxaq. 4-də 1a kvadratı ab plus b'nin kvadratı. Bu bizdə b'nin kvadratıdır. Bu bizdə 2-də 1 a'nın kvadratıdır uşaqlar. Onda ifadəm belə olacaq. 2-də 1 a çıx b'nin mürtəzə kvadratı. Aha. Baxaq. 1 minus 2x plus x'in kvadratı. Bu isə bizdə nə olacaq uşaqlar? 1 minus x'in mürtəzə kvadratı. Getdik dostlar. Deməli, gəlin hamısı tiplərindən baxaq ki, mövzumuz yarımçıq qalmasın. 4ab plus uşaqlar 4b kvadratı. Bu isə bizə verəcək a plus 2b'nin mürtəzə kvadratı. İndi, yəni çünki bu bizdə a'nın kvadratıdır, bu bizdə 2b'nin kvadratıdır. Aha, indisi belə bir tip verilib. X plus y kvadratı 2 vurulsun uşaqlar x plus y plus 1. Bu bizdə 1'in kvadratıdır. Bu bizdə x plus y'in kvadratıdır. Onda ifadəm belə olacaq. X plus y plus 1'in mürtəzə kvadratı. Baxaq, a'nın kvadratı minus 4 böl 4a kvadratı. Bu bizdə a'nın kvadratıdır. Bu bizdə 2 bölünsün a'nın kvadratıdır. Məndə olacaq a minus 2 böl a'nın mürtəzə kvadratı. Gəlin baxaq uşaqlar, yenidən videomuzun davamına. Deməli, 9a kvadratı b kvadratı üstə gələk 6ab plus 1. Məndə bu 1'in kvadratıdır dediyimiz kimi. Bu təyin edirik 3ab'nin kvadratıdır. Onda ifadəm 3ab plus 1'in mürtəzə kvadratı. Aha. Getdik. Sizə belə bir ifadə verib uşaqlar. Misal, yəni necə deyərlər? X bərabər deyir uşaqlar 2016'dır. Y bərabərdir 2017'dir. Və x plus y'in kvadratı minus 4xy ifadəsinin qiyməti. Gəlin baxaq. Baxın. 2xy plus y kvadratı minus 4xy. Fikir verin. Siz əgər bu ifadələr bir-birindən çıxsanız minus 2xy eləyəcək y'in kvadratı. Bu isə sizə x minus y'in kvadratını verəcək. Yəni 2016 çıxılsın 2017'nin mürtəzə kvadratı. Bu isə sizə mənfi 1'in kvadratı 1 verəcək. Aha. Sonra uşaqlar, gəlin başqa biraz tiplərdən də baxaq. Aha. Baxaq belə bir tiplərə. Kvadratlar fərqində. Aha. Videomuz uzun ola bilər. Videomun uzun olmaq səbəbi, yəni bu ifadələri sizə tam mənimsətməkdir. Yenidən, x'in kvadratı minus y'in kvadratını biz x minus y, x plus y kimi açırıq. Həmçinin uşaqlar, siz bu ifadələrin tərsində görəndə necə deyərlər?
x-in kvadratı çıx y-in kvadratı yığmağı bacarmalısınız. Fərqi yoxdur ha. X plus y, x minus y. Siz bunu x-in kvadratı çıx y-in kvadratı kimi yığmalısınız. Deməli, x kvadratı çıxılsın 36. Bizdə nə olacaq? X minus 6, x plus 6. 25 a kvadratı minus 9b kvadratı. 5a minus 3b, 5a plus 3b. Aha. 1 minus uşaqlar 9b'nin kvadratı. 1 minus 3b, 1 plus 3b. Deməli, baxaq. 15a kvadratı 15. 15'i çıxartdım. Nə olacaq? A kvadratı minus 1. Bu isə olacaq 15 vuraq. A çıx 1, a plus 1. Baxaq. Uşaqlar, baxın. 5, a üssü 4, 5, b'nin kvadratı. Birinci biz buradan 5'i ortaq vuruq kimi çıxardırıq. A üssü 4 çıxılsın b kvadratı. Bu isə bizə verir 5, a kvadratı çıxılsın b, a kvadratı plus b bərabərdir. Aha, x üssü 4, y üssü 4. Bizə nə verir uşaqlar? X-in kvadratı, y-in kvadratı, x-in kvadratı, y-in kvadratı bərabərdir. X minus y, x plus y, x-in kvadratı plus y-in kvadratı. Baxaq uşaqlar. Deməli, a üstü 8 b kvadratı c üstü 4. Deməli, nə olacaq uşaqlar? A üstü 4 b minus c kvadratı, a üstü 4 b plus c kvadrat. Yəni, burada necə təyin edir uşaqlar? Baxın, mən necə deyərlər, kvadrat almalıyam bu ifadədən. Ona görə də bu şəkildə parçalamalıyam. Aha, deməli, 3 a üstü 5 b'nin kubu minus 12 a kubu b'nin kubu. Bu bizdə ortaq vuruq. 3 a kubu b kubu çıxartdıq. Burada qalacaq a kvadratı minus 4 bərabərdir. 3 a kubu b kubuna toxunmuruq. Nə olacaq? A minus 2, a plus 2. İndi gəlin prosesləri çətinləşdirək. A plus b'nin kvadratı minus c kvadratı. Necə açacaq? A plus b plus c. Bir dəfə isə a plus b minus c. Baxın, yenidən 3 uşaqlar a plus b'nin mörtəzə kvadratı çıxılsın 64. Bu bizdə belə olacaq. 3 a plus b'nin kvadratı minus uşaqlar 8'in kvadratı. Onda belə olacaq. 3 a plus b çıx 8. 3 a plus b plus 8. Getdi. Aha. 9 minus a plus b'nin mörtəzə kvadratı. Bu bizə verəcək uşaqlar 3'ün kvadratı və a plus b'nin kvadratı. İndi baxın uşaqlar. Burada prosesimizdə sadəcə bir azca incəlik. Baxın belədir deməli. Belədir. Gəlin bunu kvadratla göstər. 3 üstə gəl. Bir dəfə a plus b uşaqlar. Vuraq. Bir dəfə isə 3 minus deməli a plus b. İndi baxın uşaqlar. Mörtəzənin qarşısında plus olanda olduğu kimi açılır. Bu getdi. Mörtəzənin qabağında minus olduqda əksinə dəyişir mörtəzənin içərisinin işarəsi. Vəssalam. Eyni qaydada 2x plus uşaqlar y kvadratı, 2x minus y kvadratı bərabərdir. Baxın, yenə kvadrat mörtəzəni sizin üçün rahat olsun deyə yazıram. Bir dəfə plus 2x minus y uşaqlar vuraq. Bir dəfə 2x plus y minus 2x çıxılsın y bərabərdir. Mörtəzənin qarşısında plus olanda dedik, hər bir şey işarəsini olduğu kimi saxlayır. 2x plus y olduqda minus olduğuna görə mənfi 2x plus y şəklində qalacaq. Gəlin, baxaq davamına. Uşaqlar, deməli, y-dən y çıxırıq 0, burada qalır 4x, 2x-dən 2x çıxırsız qalır 0, 2y. Bu isə sizə verir 8xy. Yenə baxaq. A minus b'nin mörtəzə kvadratı 4 vurulsun a plus b'nin kvadratı. Deməli, nə olacaq? Bir dəfə də yenə a çıx b, üstə gələk 2 vur a plus b. Uşaqlar, bura olacaq. A çıx b, çıx 2 vur a plus b. Bərabərdir, bərabərdir. A çıx b plus 2a plus
2b vuraq. A çıx B çıx 2A çıx 2B. 3A plus B mənfi A minus 3B. Və salam. Getdik davamına uşaqlar. Aha. Deməli ki, uşaqlar, bizə belə bir ifadə verilib. Gəlin baxaq. Yenidən. Deməli, 23-ün kvadratı çıx 4m bərabərdir 17 kvadratı olarsa, m bərabərdir sual. İfadəni işləmək üçün nə edirəm uşaqlar? Mən 23-ün kvadratının yanına 17-nin kvadratını gətirirəm və 4m-i keçirdirəm əksinə sağ tərəfə. Kvadratlar fərqi düsturum yarandı. 23 minus 17, 23 plus 17 bərabərdir 4m. 6 vurulsun 40 bərabərdir 4m. M bərabərdir 6 vurulsun 40 bölünsün 4 60. İndi gəlin bu ifadəyə baxaq uşaqlar. Vuruqlara ayırmaya aid. Deyir a kvadratı üstə gəl b kvadratı 2ab plus 1 çıx s kvadratı. Baxın uşaqlar bu hissəyə müxtəsər vurma düsturundur. AB plus 1-in mürtəzə kvadratı. Vəssalam. Bir dəfə yazacaq. AB plus 1 plus S. Bir dəfə də yazacaq. AB plus 1 çıx S. Aha. Getdik. Baxın uşaqlar. Yenidən biraz da fərqli tiplərinə baxaq ki, sizə heç bir qaranlıqları qalmasın. Deməli, belə bir misala baxıram. A kvadratı plus 2AB plus B'nin kvadratı minus S kvadratı plus 2S minus 1. Mən sağ tərəfə baxanda onun 3 dənəsinin, belə deyim, sol tərəfə baxanda 3 dənəsinin birlikdə müxtəsər olduğunu gördüm. Digər tərəfə baxanda mənfini qarşıya verəcəm. Mürtəzənin içərisində hər bir həddimin işarəsini ki, əksinə dəyişəcəm. A plus B'nin kvadratı S çıx 1-in kvadratı. Nə olacaq? A plus B plus S minus 1 uşaqlar vuraq. A plus B minus mürtəzədə S çıx 1 bərabərdir. A plus B plus S minus 1-də heç bir mürtəzə plus olduğuna görə heç bir narahatçılığımız yoxdur. Ancaq ikinci mürtəzədə A plus B çıx S plus 1 şəklində ayıracam. Və indi belə bir misala baxaq. Deyir ki, A kvadratı çıxılsın B kvadratının A minus B A plus B olduğunu bilərək 2016 vurulsun 2018 ifadəsini bu şəkildə göstərin. Uşaqlar, biz elə bir ədəd tapmalıyıq ki, ona müəyyən eyni bir ədədi çıxanda 2016-nı, üzərinə eyni bir ədədi gələndə isə 2018-i. Mən 2016 ilə 2018-in ortasında yerləşən 2017-ni götürmək istəyirəm. Çünki mən 2017-dən uşaqlar 1 çıxanda alaram 2016-nı, 2017-nin üzərinə 1 gələndə alıram 2018-i. Vəssalam, qoyuram yerinə. 2017 çıx 1, 2017 plus 1. Bu isə mənə verir 2017-nin kvadratı çıx 1-in kvadratı. Aydın oldu uşaqlar. Məncə, necə deyərlər, qaranlığımız qalmadı. Videomuz bu qədər. Videolarımı bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Hər birinizə uşaqlar xoş istəyirlər. İnanıram ki, bu videodan sonra vuruqlara ayırma haqqında müxtəsərin müxtəlif tiplərinə aid biraz da olsun qorxularınız yenmiş olar.